Salam müəllimlər, hər vaxtınız xeyirli olsun. Bir daha əldə etdiyim sual nümunələrini sizlərlə paylaşacağam. Təbii ki, bu sual nümunələrində qeyri-dəqiqlik olacaq, çünki dildən dilə, ağızdan ağıza eşidilən sual nümunələridir. Siz isə düzgün variantını, əgər imtahanda iştirak etmisinizsə, bizimlə bölüşə bilərsiniz rəy bölümündə. İlk sualımız müəllim şagirdlərə qrup işi keçirir və qrup işində şagirdlər fəal iştirak edir. Lakin bəzi şagirdlər ümumi işdən kənarda qalır. Situasiyada müəllimin hansı addımı doğru hesab oluna bilər? Şagirdin adlarını qeyd etmək, yəni adını qeyd etmək bu həmin şagirdlərin ümumi işdə iştirak etməsinə gətirib çıxarmayacaq. Göz ardı etmək, sizcə bu cür halı göz ardı etməklə biz hər hansı bir nəticəyə çata bilərikmi? Təbii ki də xeyr. Ona görə C variantı da uyğun deyil. Deyir, digər şagirdlərin öyrənmə tərzini nəzərə alırıq. Əgər digər şagirdlərin öyrənmə tərzi nəzərə alırsa, yenə də bizim layihə işindən kənarda qalan şagirdlərimiz olacaq və bərabərlik pozulacaq. Belə hallarda situasiyamızda ən uyğun cavabı seçmək lazımdır. Burada ən uyğun cavab problemin səbəbini, yəni şagird nə üçün layihədən kənarda qalıb, nə üçün digər yoldaşlarla əməkdaşlıq etmir, nə üçün qrup işindən kənarda qalıb, problemin həllini araşdırıb, deməli, həlli istiqamətində çalışmaq lazımdır. Ümumiyyətlə, mən canlılarda da qeyd etmişdim, testləri izah edəndə də qeyd etmişdim ki, ancaq şagirdin hansı davranışlarını göz ardı etmək olar, hansı ki, şagird diqqət cəlb etmək istəyir, daim istəyir ki, bütün sinifin diqqəti, müəllimin diqqəti onun üzərində olsun. Bu kimi sadə halları, yəni sinifə, öyrənməyə, digər şagirdlərə maneçiliyi olmayan halları biz göz ardı edə bilərik. 2. Verilmiş mətni sadə dildə danışan şagirddə taksonomiyanın hansı səviyyəsindədir? Yəni, müəyyən mətn verilib, həmin o mətni anladığı sadə dildə danışırsa, təbii ki, bu təhlil etmək olmaz. Burada əgər mətni dəyərləndirməkdən, verilən mətni dəyərləndirməkdən söhbət getsəydi, biz dəyərləndirmə, yəni qiymətləndirmə kimi götürərdik. Mətndəki əsas ana məqamları qeyd etsəydi, mətnin ən üstün tərəfini qeyd etsəydi, təhlil kimi götürə bilərdik. Şəklə baxıb mətn qursaydı, yaratmaq kimi götürə bilərdik. Mətndən və yaxud da ki, qeyd edə bilərik ki, sadə, mürəkkəz özləri seçib dəftərində qeyd etsəydi, cədvəldə qeyd etsəydi, tətbiq kimi yazardıq. Burada biz bu nümunəyə necə baxırıq? Anlamaq mərhələsi kimi baxırıq. Və yaxud da ki, təhlildə deyə bilərik ki, mətndəki ən emosional cümləni seç və bizə qeyd et. Ona da təhlil kimi baxa bilərdik. Sadəcə bu tipli testlərdə, yəni ümumiyyətlə kurikulumda bütün tipli testlərdə situasiyanın məğzinə baxmaq lazımdır. Sonra 3. Müəllim tərəfindən şagirdlərə layihə hazırlamaq tapşırılır. Burada şagird öz fikrini elə əsaslandırmalıdır ki, qarşı tərəf fikrin düzgünlüyünə inansın. Deməli, biz bilirik ki, layihə hazırlamağa bəzən yaratmaq mərhələsi kimi baxarıq. Amma burada söhbət layihə hazırlamaqdan söhbət getmir. Söhbət nədən gedir? Fikrini deyir, elə əsaslandırmalıdır ki, qarşı tərəf onun fikrinin düzgünlüyünə inansın. Sanki burada bir debat effekti görürsünüz. Debat effekti gördüyümüzdə biz situasiyaya necə yanaşa bilərik? Təbii ki, dəyərləndirmək. Əgər sizdən burada bilik olaraq soruşsa, konseptual bilik, təfəkkür olaraq soruşsa, tənqidi təfəkkür götürə bilərsiniz. Yəni, verilmiş situasiyada biz debat effekti görürük. Yəni ki, fikrinin düzgünlüyünə inandır. Elə əsaslandır ki, qarşı tərəf sənə inansın. Debatda da biz inandırıcılıq bacarığı, arqument bacarığı, ümumiyyətlə arqument toplayanda da biz situasiyaya neynirik? Eyni qaydada baxırıq. Sonra 2. Hansı rəy effektiv rəy hesab olunur? Deyir, tapşırığı yazmısan, afərin. Amma gərək səhvlərini düzəldərsən. Bu rəy düzəldərdin. Bu rəy gördüyümüz kimi keçmişə yönəlik rəydir. Yəni, keçmişə yönəlik rəyimiz bizim effektiv rəy hesab oluna bilməz. Sonra keçid edirəm. Mən görürəm ki, sən kifayət qədər çalışmısan, amma sözlərdə olan səhvlərini lüğətdən istifadə edərək düzəldə bilərsən. Bizi gələcəyə yönəldən rəy, konstruktiv rəylər, effektiv rəylər hesab olunur. Necə ki, buradakı B variantındakı kimi. Zəkalı olmusan, ağıllısan, bu idraki fəaliyyətə, yəni yönəlik olan rəylər, şagirdi bu cür dəstəkləyən rəylər effektiv rəy hesab oluna bilməz. D variantında da yenə görürük ki, deyir ki, lüğətdən gərək istifadə edərdin. Şagirdi olduğu yerdə saxlayır, yəni gələcəyə doğru aparmadığına görə biz D variantında effektiv olan rəy hesab etmirik. Effektiv rəyimiz bayaq da qeyd etdim, yəni
şagirdin müsbəti, mənfisi, mənfini aradan qaldırmaq üçün istiqamət verilməlidir. Vərəqlərdə də daha yaxşı olar ki, mən görürəm ki, mənə belə deyim, istifadə etdiyim bu məqam daha xoş oldu, mənim fikrimcə bu tipli sözlərdən ifadə etmək daha məqsədə uyğundur. Azərbaycan dilindən deməli, növbəti nümunəmiz Azərbaycan dilindən şagirdlərə mətn təqdim edilir. Şagirdlər mətnin məzmununa fikir bildirmək. Deməli, əgər mətn təqdim olunubsa, müəyyən mətn, əgər mətni şagirdlərə izah etməkdən söhbət getsəydi, biz o zaman konseptual anlamaq kimi götürə bilərdik. Mətnin ən təsirli 2 cümləsini yaz desəydi, təhlil kimi götürə bilərdik. Burada müəyyən bir fikrin, mətnin məzmununa, yəni qarşı tərəfin hər hansı gördüyü iş barəsində biz fikir bildiririksə, təbii ki, bu o fikrin, belə deyim, mətnin dəyərləndirilməsi, dəyərləndirmək də bilik olaraq dedik, hansı biliklə işlənir? Təbii ki, konseptual biliklə. Əgər təfəkkür olaraq soruşsa, onu tənqidi təfəkkür olaraq götürə bilərsiniz. Ümumiyyətlə, əgər müəllifin, bayaq da qeyd etdiyim kimi, müəllifin mövqeyindən, müəllifin dövrə münasibətindən söhbət gedirsə, yəni o zaman götürəcəksiniz təhlil. Yox, əgər sizin münasibət bacarıqlarınızdan, kiməsə münasibət bildirməkdən, kimsə müdafiə, mühakimə etməkdən söhbət gedirsə, o zaman götürəcəksiniz deməli, nə mərhələsi? Dəyərləndirmək mərhələsi. Yenə də suallar qarşıma çıxdıqca tez halına salıb sizinlə paylaşmağa çalışacağam. İzlədiyiniz üçün təşəkkür. Əgər video sizə faydalı oldusa, bəyənib paylaşın.